Biləsuvarda xəstəlikdən öldüyü deyilən 72 yaşlı qadının qətlə yetirildiyi məlum olub. Hadisə rayonun İsmətli kəndində baş verib. Kənd sakini 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın ölümündən təxminən 40 gün sonra evdə quraşdırılan təhlükəsizlik kamerasının görüntülərinə baxılıb. Məlum olub ki, ağıl qadın gəlini 30 yaşlı Gülbəniz Həsənzadə və onun qardaşı 25 yaşlı Qasım Həsənzadə tərəfindən yastıqla boğularaq qətlə yetirilib. Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Qətli törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Mən Mirzəyev Hikmət, qonşuyam, daim gəlinidir. Qonşuluğumuzda səmimi olub. Biz dünənlər eşitdik ki, bir haqq hesabı kameranın görüntüsü ilə bilinib. Bəs belə gəlinin qardaşı onu boğublar. Gəlin təzə gəlmişdi, hardasa bir 2 aya yaxın idi gəlmişdi Rusiyadan. Yoldaşı göndərmişdi ki, get anamın qulluğunda dur. Anası burada tək yaşayırdı. Qızları da şəhərdə olurdu. Bu cür. Biz də dünən eşitmişik. Biləsuvar rayonu İsmətli kəndində. Mən də elə bu evin uşağıyam. Əmim evidir. Evdə tək yaşayırdı. Arada qızı gəlirdi, nəvələri gəlirdi. Burada oturub söhbət eləyirdik. Heç sən evdə ev işləri ilə, zadı ilə, bu işlərlə məşğul olurdu. Qəfildən onun dünyasını dəyişməyə şübhə yaratmadı sizlərdə ya qohumlarda? Necə oldu? Xəbər necə yarıldı? Xeyr, xəstə dərmazad atıb eləyirdi. Sonra infarkt təzyiqi zadı olurdu, eləyirdi. Dedi, yəqin təzyiq olub, infarkt vurub, eləyib. Biz bu cürlə, bu dərəcədə mən görməzdim ki, yəni bu hadisəni eləyərlər də. Adamın ağlına gəlməzdi. İnsandır da, nə bilsin, öz qohumudur. Nə bilər ki, bu cürlə bu gəlb eləyəcək bunu. Gəlin elə Rusiyada olurdu, gəlmişdi buradaydı. 2 uşağı da var idi. Elə mən bir təmasım yox idi, elə bir danışığa, münasibətdə gəlin nəzərlə olmurdum. Olanda elə arvad nəzərlə burada yolda görüşəydim, hal-əhval soruşurdım, xəbər alırdım. Başqa heç bir şey, arvaddan heç bir şikayət mən eşitməmişəm. Qeyd edək ki, mərhumun 4 övladı var və onların Rusiya Federasiyasında yaşadığı bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən gəlini isə bir müddət əvvəl kəndə gəlib.